Atlantik okeanının dənizlərlə tanış olaq. Sarqas dənizi müvafiq olaraq kənar dənizdir və sahilsiz dəniz hesab olunmaqdadır. Bu hissədə Karib dənizi kənar dənizdir. Daha sonra Şimal dənizi mövcuddur, kənar dənizlər siyahısına aiddir. İrland dənizi mövcuddur, bu hissədə adalararası dəniz siyahısına aiddir. Daha sonra daxil dəniz hesab olunan Baltik dənizinin adını çəkmək olar. Daha sonra Aralıq dənizi, bu hissədə Qara dəniz, Azov dənizi, bu hissədə deməli Mərmərə dənizi, Egey dənizi, İyon dənizi, Tirren dənizi, Liguriya dənizi, Adriatik dənizləri mövcuddur ki, bunlar da daxil dənizlər siyahısına aiddir. Daha sonra deməli Argentina sahillərində Argentina dənizinin adını çəkmək olar. Labrador yarımadasının sahillərində Labrador dənizinin adını çəkmək olar. Eyni zamanda daxili dənizlər siyahısına Liviya sahillərində Liviya dənizinin adını çəkmək olar. Və burada bəzi xırda dənizlər var ki, Krit adasının yaxınlığında Krit dənizi mövcuddur. Daha sonra Balear adalarının yaxınlığında bu hissədə yerləşir. Balear dənizinin adını söyləmək olar. Cənub hissədən deməli bizi qarşılayır, Atlantik okeanının cənubuna düşür. Düzdür, hal-hazırda Cənubi okeanın ərazisi sayılır. Ueddel və Lazarev dənizləri mövcuddur ki, Atlantik okeanının cənub hissəsinə düşməkdədir.